Ali məhkəmədə Gəncədə qəsdən adam öldürmədə təqsirləndirilən Yaqub Həsənovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. İttihama görə 2024-cü il yanvarın 25-də Gəncə şəhər sakini Vasif Həsənovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 1996-cı il təvəllüdlü Yaqub Həsənovun Gəncə şəhər ərazisində aralarında yaranmış mübahisə zamanı Vasif Həsənova kəsici deşici alətlə xəsarət yetirərək qəsdən öldürülməsinə əsaslı şübhələnir müəyyən edilib. Məlumata görə Vasif Həsənov Gəncədə kirayəyə xeyir-şər çadır verməklə məşğul olub. Yaqub Həsənovun kirayə avadanlıqla bağlı mərhuma 230 manat məbləğində borcu yaranıb. Borcdan 200 manat ödənilsə də 30 manat qalıb. Mübahisənin tərəflər arasında məhz bu səbəbdən düşdüyü və Vasif Həsənovun kəsici alətlə qətlə yetirildiyi iddia edilir. Faktla bağlı şəhər prokurorluğunda cinayət işi başlanıb. Yaqub Həsənov polis əməkdaşları tərəfindən saxlanılaraq şübhəli şəxs qismində tutulub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o 17 il müddətə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən əvvəlki hökm dəyişdirilib və onun cəzası 17 ildən 13 ilə endirilib. Zərər çəkmiş şəxsin hüquqi varisinin 22 min manat maddi ziyan tələbi qismən təmin olunub. 4986 manat məbləğində vəsait təqsirləndirilən şəxsdən alınaraq zərər çəkmiş tərəfə ödənilib. Ali məhkəmədə keçirilən məhkəmədə verilən qərara əsasən zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün cinayət işi Apellyasiya İnstansiyası məhkəməsinə göndərilib.